الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər biriniz Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra aləmlərin Rəbbi olan Allaha həmd sənalar olsun. Gözəl bir günlərdə, gözəl bir yerdə, gözəl qardaşlarımla, əhəmlə, böyüklərlə cəm olmuşuq. Allah həmd olsun. İlk növbədə hər birinizə təşəkkür edirəm gəldiyinizə görə. Və əlhamdülillah xatırlatma olaraq bilək ki, bu elm məclisidir və kifayət edər ki, fəziləti haqqında Allah Subhanahu wa Ta'ala orada oturanların hər birini bağışlayıb. Allahım bizi onlardan elə. Allahım əmin. Bu kifayət edər. Həmd olsun. Və Rəbbimiz istəyir ki, Allah Subhanahu bizi onlardan etsin. Bu məclis də Allahın sevib razı qaldığı elm məclislərindən olsun. Və əlhəmdülillah nəsihət istənilib. İstərdim ki, bu artıq yay mövsümü başlayır. İstilər düşüb. İstilərlə əlaqəli olaraq Şeyx Arafat İbn Həsən Muhammed Hafizahullahın nəsihətin çatdırım ki, əlhəmdülillah bizə xatırlatma olsun. Və Allahdan istəyirəm ki, Allah Subhanahu bu xatırlatma bizim imanımızın artmasına səbəb etsin. Allahım əmin. Dəyərli qardaşlar, yəni artıq istilər düşüb. Və bununla əlaqədar olaraq özümə və qardaşlarıma cəhənnəm odunu Allah Subhanahu wa Ta'ala'nın kafirlər və asi olan, yəni günahkarlar üçün hazırladığı həlak yurdunu xatırlatmağımız elə yerinə düşər inşallah. Yəni cəhənnəm Allah Subhanahu wa Ta'ala'nın əzabıdır ki, Allah onunla öz düşmənlərinə əzab verir və əzab verər. Şübhəsiz ki, yəni cəhənnəm haqqında danışmaq, yəni mühazirələr və xütbələr kifayət eləməz. Hətta oturduğumuz bu məclis yəni kifayət eləməz, yəni onun haqqında danışmağımıza. Lakin istərdik ki, cəhənnəm odu ilə əlaqəli olan bəzi məsələləri qeyd edək. Və fikir verin, Quran-ı Kərimə baxsaq, Allah Subhanahu wa Ta'ala Ən-Nar od olaraq adlandırır. Yəni cəhənnəmi. Şeyx söyləyir ki, nə üçün od adlanır? İlk növbədə buna baxaq. Yəni od adlanmağında səbəb nədir? Söyləyirlər ki, sələflər od Ən-Nar adlanmağında səbəb yəni sürətli hərəkət etdiyinə görədir. Yəni sürətlə alovlanıb, yəni hər tərəfi bürüdüyünə görə Ən-Nar olaraq, nar olaraq, od olaraq adlandırılıb cəhənnəm. Və həmçinin baxsaq Quran və sünniyə biz cəhənnəmin bir çox adların şahid olmuş olacaq. Misal onlardan səqar. Misal cəhənnəmin adlarından biridir. Sizi səqərə salan nə oldu? Ayədə keçir. Ha? Onlar deyəcəklər ki, biz namaz qılanlardan deyildik. Və həmçinin ləva adlanır həmçinin. Və həmçinin adlarından həviyə. Yəni, baxsaq, Allahın kitabına nəzər salsaq, görəcək ki, Allah Subhanahu bir çox adlarla cəhənnəmi adlandırıb. Lakin bu yenə də od adlanır. Cəhənnəm odu. Və həmçinin adlarından Əl-Cəhim. Yəni, Quran-ı Kərimə Məaric surəsi 15-ci ayəyə baxsaq, görərik ki, Allah Subhanahu buyurur, Kəllə innəhə ləva. Xeyr, o alovlu oddur. Və həmçinin Leyl surəsi 14-cü ayədə Fəənzərtukum nəran tələvva. Mən sizi, Allah Subhanahu buyurur ki, mən sizi alov saçan bir odla qorxuzdum. Fikir verin, od olaraq adlandırır. Həmçinin burada ayədə keçir tələzza adlarından. Yəni ləza dediyimiz kimi. Və
Dəyərli müsəlmanlar, Əhl-i-Sünnə vəl-Cəmaa icma ediblər ki, yəni bu rəyin üzərində cəhənnəmə iman gətirmək vacibdir. Yəni onun haqq olmasına iman gətirmək vacibdir ki, o haqdır. Yəni və axirət gününə imanın bir hissəsidir. Cəhənnəmə iman gətirmək axirət gününə olan imanın bir hissəsidir. Necə ki, Uca Rəbbimiz mübarək kəlamında buyurur ki, وَاتَّقُوا النَّارَ الَّتِي عُدَّتْ لِلْكَافِرِينَ Kafirlər üçün hazırlanmış olan oddan qorunun. Qorxun, Allah Subhanahu taala buyurur. Və baxsan, Sünniyə Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, Mən şəhidə ən la ilahə illallah vahdehu la şərikə lehu və ənə Muhammeden abduhu və rasuluh. Kim Allah'tan başqa haqq ilah olmadığına, onun şərikinin olmadığına və Muhammed sallallahu aleyhi və səlləmin Allahın qulu və rəsulu olduğuna və İsa aleyhisselamın Allahın qulu Məryəmə göndərdiyi ol kəlməsi və onun tərəfindən göndərilmiş bir ruh olduğuna, sonra Allah Resulü buyurur ki, وَأَنَّ الْجَنَّ حَقٍّ وَأَنَّ النَّارَ حَقٍّ və cənnətin haqq və cəhənnəmin də haqq olduğuna şəhadət gətirərsə, أَدْخَلَهُ اللّٰهُ سُبْحَانَهُ وَتَعَالَى مِنْ أَيِّ أَبْوَابِ الْجَنَّةِ الثَّمَانِيَةِ شَاءَ كَمَا فِي الْحَدِيثِ Necə ki, hədisdə gəlib. Allah Subhanahu wa Taala onu cənnətin 8 qapısı ki var, hansından istəsə daxil edər. Səhih hədisdə gəlir. Hansından istəsə daxil edər. Kim ki şəhadət gətirsə. Şahidlik versə ki, cənnət də haqdır, cəhənnəm də haqdır. Fikir verin. Və bu da hədisdə, səhih hədisdə gələn dəlildir. Yəni beləcə biz bildik ki, artıq cəhənnəm həqiqətdir, haqdır, yaradılıb və hal-hazırda dəyərli müsəlmanlar mövcuddur. Bax, biz Əhl-i-Sünnə vəl-Cəmaanın əqidəsindəndir. Hal-hazırda mövcuddur. Və bilməyimiz lazımdır ki, dünyada olan oddan qat-qat şiddətlidir. Yəni, bu oddan müqayisə olunmaz. Yəni, bizdə olan oddan müqayisə olunmaz, əksinə daha şiddətlidir, dəfələrlə şiddətlidir, artıqdır yəni. Necə ki, Buxar və Müslimin, Allah onlara rəhmət etsin, rəvayət etdikləri hədisdə buna dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm od yandırır və buyurur ki, bu od cəhənnəm odunun 70də biridir. 70 hissəsindən təkcə biridir, deyir Allah Resulü. Bizim yandırdığımız, bizdə olan od. Allah qorusun. Və həmçinin sahabələr dedilər ki, Ya Rasulallah, imkənət ləkafiyə, yəni bu od kifayət etməzmi yandırmağa, əzab verməyə? Allah Resulü cavab verdi ki, bu od 69 dərəcə, Allah Subhanahu bu oddan 69 dərəcə, yəni 69 dəfə daha isti edib cəhənnəm odun. Fikir verin. Allah qorusun. Fikir verin, qardaşlar. Allah bizi bağışlasın. Yəni, bugün insanlar günəşin istisinə dözə bilmirlər. Hələ isti təzə düşüb bizim ölkədə dözə bilmirsən. Yəni, kondisioner axtarırsan, dözə bilmirsən, bədən dözə bilmir, şikayət edir insan. Və deyirsən ki, bəziləri söyləyir ki, bu dünyada olan bir əzabdır. Deyirlər ki, əzabdır bizə verilib dünyada. Hələ bu dünyada olan istidir. Bunun cəhənnəmdə olan istinin 70də biridir. Təsəvvürün 70-dən bir hissəsini verib hələ. Allah qorusun. Bəs bizim bədənlərimiz cəhənnəm oduna necə dözəcək? Allahdan ona görə bağışlanma istəmək lazımdır. Demək lazım ki, ya Rabbi, bizi bağışla günü. Seyyidul istiğfar zikrini çoxlu oxumaq lazımdır gün ərzində. Çünki Allah Subhanahu wa Taala bağışlamasa bizi mümkün deyil, qardaşlar. Yəni biz o qədər əməllə zaten qazana bilmərik. Nə də əməlimiz yoxdur o qədər. Onun üçün Allahdan bağışlanmaq istəyəcək ki, Allahümmə xfir lənə, ya Rabbi, bizi bağışla günə. Zunubənə və qinə azəbənə. Allahım, günahlarımızı bağışla və bizi cəhənnəmin əzabından qoru günə. Amin. Və
Baxsaq Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə, Allah subhanahu wa ta'alanın kitabına, kəlamına və səhih sünniyə görərik ki, cəhənnəm isbat olunmuşdur. Yəni var, haqdır. Necə ki, Kəhf surəsində Uca Rəbbimiz buyurur ki, İnnə a'tədnə lizzaliminə nəran əhata bihim suradiquhə. Biz zalimlar üçün yəni elə bir od hazırlamışıq ki, onun divarları onu əhatə edəcəkdir. Zalimlar, Allah qorusun. Həmçinin başqa bir ayədə Uca Rəbbimiz buyurdu ki, Uiddət lil kafirin. Onu kafirlər üçün hazırlamışıq. Yəni, haqdır, mövcuddur. Allah deyir, hazırlamışıq. Alimlər qiyamət günündə olan məskənləri bir neçə yurda bölüblər. Necə ki, İbn Qeym Rahiməllah danışır və həmçinin Şeyx Arafat gətirir, Hafizəhullah. Və deyiblər ki, yurdlar qiyamət günündə 3-dür. Biri cənnətdir, digəri kafirlərin odudur, əbədi olan od. Üçüncüsü isə asilərin odudur. Yəni Allaha günah edən kəslərin. O kəslər ki, günah edib, tövbə etmədən ölüblər. Yəni bağışlanmayıblar. Onlar üçün olan oddur. Və günahkarların odu Allah subhanahu wa ta'ala onlara günahları qədər əzab verdikdən sonra, dəyərli qardaşlar, fani olan o da oddur. Yəni əbədi deyil. Kimlər ki iman gətirib, günah üzərində ölüblər, bağışlanmayıblar, Əhl-i Sünnə vəl Cəma etiqad edir ki, bizim etiqadımızdandır ki, onlar cəhənnəmdə əzab çəkəcəklər, şirkdən başqa, söhbət gedir, şirkdən başqa olan günahlar. Əzab çəkəcəklər, Allah onları təmizləyəcək, ondan sonra cənnətə daxil olacaqlar. Bax, həmin od qalıcı olan od deyil. Ancaq kafirlər üçün olan, müşriklər üçün olan od isə, şirk əhli üçün olan od isə, o əbədiyyəndir. Hum fiyhə xalidun. Onlar orada əbədi olaraq qalacaqlar. Allah qorusun. Ona görə Uca Rəbbimiz buyurur ki, şirkdən savayı olan günahları istədiyimə bağışlayacağam deyir. Şirkdən savayı. Şirki isə bağışlamayacaq. Şirk üçün nə etmək lazımdır? Şirk eləmirsən, tövbə etmirsən, geri dönmürsən, tövbə eləməlisən. Ya Rabbi, mən sənə tövbə edirəm, mən bağışla, günah özümə zülm eləmişəm və bir daha bir şirkə dönməyəcəksən. Şirkdən və onun əhlindən uzaq duracaqsın. Bax, bu qaydadır, dəyərli qardaşlar. Barakallahu fikum. Yəni, tövhid əhli cəhənnəmdə əbədi qalmayacaq. Bu bizim əqidəmizdəndir. Və fikir verginən sünnədən dəlillərə Əbu Hureyra radiyallahu anhu buyurur ki, Ləmmə unzilət həzihil əyə və ənzir aşirətəkəl əqrabin. Şuara surəsi 214. Əbu Hureyra deyir ki, o zaman ki, bu ayə nazil oldu, ən yaxın qohum əqrabanı qorxut ki, Allah ayəni nazil elədi. Muhammed sallallahu aleyhi ve sellem. Ən yaxın qohum əqrabanı. Şirvət qohumdur, əqraba deyib təkirləməyəcək yəni dəvəti. Əksinə, başladı hardan? Ən yaxınından. Muhammed sallallahu aleyhi ve sellem həyatına bax, ən yaxınından başlayıb. İlk dəvət edən ki, dəvət alan kimi oldu müsəlmanlardan, böyüklərdən? Əbu Bakr radiyallahu anh, uşaqlardan, Əli radiyallahu anh, qadınlardan, yoldaşı Xədicə, anamız radiyallahu anhə. Bax ki, hamısı yaxını, ətrafı, qohumu, əqrabası, ən yaxınından başlayıb dəvətə. Biz də Əbu Hureyra radiyallahu anh buyurur ki, ən yaxın qohumlarına dəvət et. Onları qorxut ki, ayəsi nazil olanda Də'a Rasulullah sallallahu aleyhi ve sellem Qureyşən. Allah Rasul Qureyşi dəvət edir, bir yerə toplayır onları. Fəktəməu fəammə və xassa. Həm xüsusilə qohum əqrabasını toplayır və ümumən insanların hamısı, müsəlmanların hamısını toplayır ora. Allah Rasul buyurur ki, Yə Bəni Kəb İbn Luay ənqizu ənfusəkum minən nar. Ey Kəb İbn Luay oğulları, özünüzü Allahın əzabından qoruyun. Və sonra Allah Rasulü Abdüşşəms oğullarına deyir və həmsinin Abdümənəf oğullarına deyir və həmsinin Allah Rasulü Bəni Həşimə deyir və həmsinin Abdülmuttalib oğullarına deyir. Hamısına deyir ki, özünüzü Allahın cəhənnəm əzabından, odundan qoruyun. Sonra isə Allah Rasulü buyurdu ki, Ya Fatimə,
Ey Fatimə, ənqizu nəfsəkə minən nar. Özünü cəhənnəmin odundan qoru günə. Xilas et günə. Fə inni lə əmliku minəllahi şeyə. Mən, yəni səni oddan qurtarmağa qadir deyiləm. Yəni mən səni qurtara bilməyəcəm Allahın odundan. Qayrə ənnə ləkum rahimən. Allah rəsuluhu ki, mən sadəcə sizin yanınızda qohumluq əlaqələri var deyə yaxşılıq edəcəm sizə. Ancaq mən səni, ey Fatimə, cəhənnəm odundan qurtaran deyiləm. Buna qadir deyiləm. Yəni, özünü qoru. Yəni, fikir verin, dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem bizi cəhənnəm odundan qorxutdu, çəkindirdi. Və həmçinin baxsan, İmam Əhməddən gələn rəvayətə, Müsnəddə keçən rəvayətə, Allah Rəsulü 3 dəfə təkrar edir. Buyurur ki, ənzartukumun nar, ənzartukumun nar, ənzartukumun nar. Sizi odla, yəni xəbərdar edirəm Allah Rəsulü 3 dəfə deyir. Cəhənnəm odunun olması haqqında xəbərdar edir. Yəni ondan qorxun, qorunun deyə 3 dəfə xəbərdar edir. Hətta rəvayətdə gəlir ki, sahabə deyir ki, Allah Rəsulü minbərində ikən səsin elə qaldırdı ki, sizi oddan qorxuzuram, xəbərdar edirəm. Xəbərdarlığın elə yüksəkdən dedi ki, bizdən deyir, biri bazarda olsaydı, Allah Rəsulü minbərdə səsini eşidərdi. Yəni, o qədər yüksəkdən dedi ki, Allahın cəhənnəmindən qorunun. Çəkinin, xilas olun cəhənnəm odundan. Və bu barədə Quran və sünnədə kifayət qədər dəlillər var. Yəni, cəhənnəm odununun haqq olması haqqında. Və qaldı ki, hətta şeyx gətirir ki, Əhl-i-Sünnə cəhənnəmin harda olması haqqında ixtilaf ediblər, yeri haqqında. Bu barədə şeyx rəyləri gətirir. Bir qrup deyib ki, səmadadır. Bir qrup cəhənnəmin səmada olmasını söyləyib. Digər qrup isə yerin ən dibində olduğun, ən alt təbəqədə olduğunu söyləyiblər. Və onlar da, bir qrup da gətirib ki, yəni bu barədə heç nə bilmirik deyiblər. Dəlilimiz olmadığına görə heç nə deyənmərik. Lakin şeyx gətirir ki, ən alt təbəqədə olanlar, necə ki söyləyirlər, onlar Allah Subhanahu wa Ta'ala onlar səmanın, yəni onlara səmanın qapıları açılmaz, onlar cənnətə daxil olmazlar. Bax bu ayədən götürüblər ki, onlar yerin dibindədir. Yəni cəhənnəm yerin ən altında olacaq. Söyləyiblər. Və dedik ki, qardaşlar, cəhənnəm odu əbədidir, qalıcıdır. Fani deyil, yəni, bitməyəcək. Bir müddət sonra cəhənnəm deyilən bir şey olmayacaq, deyilən bir şey yoxdur. Əbədiyyəndir. Hum fihə xalidun, onlar orada əbədi qalacaqlar, Allah deyir. Ancaq iman gətirənlərdən kimlər ki, günahkarlardır, onlar çıxacaq sadəcə cəhənnəmdən. Allah onların etdiyi günahların müqabilində onlara cəza verəcək. Allah Subhanahu onları təmizləyəcək, sonra onlar cəhənnəmdən qurtulacaqlar. Lakin kafirlərə, münafiqlərə qaldıqda isə onlar hum fihə xalidun, əbədiyyən cəhənnəmdə qalacaqlar. Allah bizi qorusun. Və həmçinin necə ki Allah Subhanahu buyurdu ki, hum fihə xalidun, onlar əbədi qalacaqlar. Bu barədə Quranda çoxlu ayələrdə keçir. Hum fihə xalidun, çoxlu ayələrdə keçir. Və Əhl-i-Sünnə vəl Cəmaa sahabələr də icma ediblər ki, cəhənnəm yəni qalıcıdır. Cənnət necə ki qalıcıdır, cəhənnəm də qalıcıdır. Yəni heç birindən, sahabənin heç birindən gəlməyib ki, şeyx deyir, gəlməyib ki, desin ki, cəhənnəm yəni bir müddətdir. Müddətdən sonra, o müddətdən sonra cəhənnəm olmayacaq. Xeyr, əksinə cəhənnəm qalıcı. Lakin Şeyx Albani rahimehullah Şərh-ü Tahaviyyədə, Tahaviyyənin şərhində gətirir ki, söyləyənlər var ki, cəhənnəm qalıcı deyil, o rəvayətlərin hamısı deyir, zəifdir, uydurmadır, şeyx deyir. Zəifdir, uydurmadır. Və həmçinin Şeyxülislam İbn Teymiyədən, qardaşlar, sadəcə məlumat olsun sizə, ki, sonra eşidəndə deməyəsiniz, necə olur. Şeyxülislam İbn Teymiyyə rahimehallahdan gətirirlər ki, sanki Şeyxülislam söyləyib ki, cəhənnəm əbədi deyil. Şeyx Arafat buyurur ki, bu səhih deyil. Səhih deyil. Çünki şeyxin öz yazdıqları risalələr, kitablar buna rəddir ki, şeyx söyləyir ki, cəhənnəm əbədidir. Əbədidir. Barakallahu fikum. Və cəhənnəmin
yaradılmasında hikmət Allah Subhanahu wa Taala ona asi olanlara, kafirlərə cəza verir. Yəni qiyamət günü Allah cəza verəcək. Kim ki ona asi oldu. Kim ki ona üsyan etdi, qarşı çıxdı, inkar elədi, iman gətirmədi. Və eyni zamanda da Allah Subhanahu wa Taala dəyərli müsəlmanlar cənnəti yaratmışdır. Yəni müttəqiləri etdikləri əməllərə görə mükafatlandırsın deyə Allah Subhanahu wa Taala cənnət də yaradıb. Çünki müttəqilərlə, Allahdan qorxanlarla günahkarlar eyni ola bilməz. Necə ki Quran-ı Kərimdə Allah Subhanahu Taala buyurur ki, Sad surəsi 28-ci ayədə: "Əm nec'alullezine amenu və amilussalihat kal-mufsidin fil-ard." Heç deyir, iman gətirib salih əməllər edənlərlə yer üzündə fəsad törədənləri biz bir yerdə mi edərik? Yəni tay mutarıq onları. Sonra Allah Subhanahu buyurdu ki: "Əm nec'alul muttaqina kal-fujjar." Biz Allahdan qorxanlarla, müttəqilərlə günahkarları tay mı tutarıq? Yox. Allah tay tutmaz. Ona görə cənnəti yaratdı müttəqilərə, cəhənnəmi də yaratdı kafirlərə. Və həmçinin qardaşlar, bidət və zəlalət əhli onlar söyləyirlər ki, od hələ yaranmayıb. Cəhənnəm odu hələ yaranmayıb. Batıl əhli söyləyir. Yəni bu onların şeyx buyurur ki, xarab düşüncələrinin məhsuludur. Cəhənnəm odu hal-hazırda variddir. Yəni mövcuddur. Allah Subhanahu yaradıb cəhənnəmi. Çünki həmin batıl əhli, bidət əhli onlar ağlı vəhiydən üstündür. Və cəhənnəmin indiki vaxtda yaradılmasını onlar mənasız görürlər. Öz məntiqlərinə görə. Baxın, ona görə dəlil varsa olmaz yəni. Ağlı üstün götürmək, ağla uymaq, məntiqi irəli keçirtmək olmaz yəni. Bizdə qayda nədir? Dəlil var, uyacaqsan dəlilə, tabi olacaqsan. Dəlil var, deməyəcəksən, bu məntiqə uyğun deyil, bu necə ola bilər? Yəni, bunu Allah Subhanahu wa Taala dedi. Allah öz kitabında buyurdu, gətirdi ki, cəhənnəm var, mövcuddur hal-hazırda. Lakin sən məntiq olaraq necə deyə bilərsən ki, yəni bunlar məntiq olaraq söyləyirlər ki, nə ehtiyac var, yəni indi var olmasında. Yəni ağlı üstün tuturlar, önə çəkirlər. Lakin bu batildir. Əksinə Allah Subhanahu wa Taala öz kitabında cəhənnəm odu, yəni odunu artıq yaratdığını qeyd edir. Uca Rəbbimiz bizlərə çatdırır. Mübarək kəlamında baxsaq misal olaraq Təhrim surəsinə, Uca Allah buyurur ki: "Ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara və quduhan-nasu vel-hicara." Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı daşlar və insanlar olan cəhənnəmdən qoruyun. Uca Rəbbimiz buyurur. Sonra Allah Subhanahu taala davamında buyurur ki ayənin: "Aleyhə mələikətun ğilazun şidadun la ya'sunallah ma amarahum və yef'alun ma yu'marun." Allah Subhanahu buyurur ki, onların, o cəhənnəm əhlinin üzərində, üstündə Allahın onlara verdiyi əmrə xilaf çıxmayan, asi olmayan, özlərinə buyurulanları yerinə yetirən ğilazun və şidadun, amansız və şiddətli mələklər var. Allah Subhanahu buyurur. Yəni artıq Allah Subhanahu yaradıb, yəni mövcuddur. Və hal-hazırda mövcud olması haqqında sünnədə gələn Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələr deyir ki, çöldə idik, bir səs gəldi, gürültü eşidildi. Allah Rasulü sahabələrinə dedi ki, bu səsin, gürültünün nə olduğunu bilirsiniz? Bizlər dedik ki, Allah və Rasulü daha yaxşı bilir, bilmirik. Allah Rasulü buyurdu ki, bu səs 70 ildir ki, cəhənnəmə atılan bir daşın səsidir, yəni. 70 il bundan əvvəl atılıb, hal-hazırda çatdı, yəni. Cəhənnəmə çatdı.
Yəni təsəvvür edin qardaş, demək ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında yəni eşidilən səsdir və Allah Rəsulundan 70 il əvvəl atılmışdı hələ cəhənnəmə. Yəni bu özü isbat edir ki, cəhənnəm hal-hazırda mövcuddur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında hələ mövcud idi. Təsəvvür edin. Və bəzi firqələrdən, misal batinlərdən və həmçinin filosoflardan, fəlsəfəçilərdən söyləyirlər ki, cənnət və cəhənnəm onlar, yəni belə bir batil fikir gətirirlər insanları azdırmaq üçün. Onlar deyirlər ki, bu həqiqi mənada deyil. Bu həm batini firqəsinin gətirdiyidir və həmçində fəlsəfəçilərin. Onlar deyirlər ki, sanki peyğəmbərlər, güya peyğəmbərlər insanları işlərini idarə etmək üçün, onları qorxuzmaq üçün cənnət və cəhənnəmdən istifadə ediblər. Misal fəlsəfəçilər belə söyləyir. Yəni, Allah bizi qorusun onların fikirlərindən, cəmaatımızı. Amma hansı ki, yəni həqiqətdə biz bildik ki, Quran və sünnədən cəhənnəm hal-hazırda variddir, vardır. Amma onlar isə deyirlər ki, cəhənnəm batili, cənnət isə xeyri ifadə edir. Batinlər belə deyirlər. Yəni, ona görə bu kəlmələr deyir, peyğəmbərlər işlədib. Yəni, amma əslində nədir? Allah Subhanahu taala müttəqiləri cənnəti yaradıb, kafirlər üçün də cəhənnəmi yaradıb və hər ikisi də əbədidir. Əbədidir. Allah Subhanahu qiyamət günü o kəslərə deyəcək ki, "İntaliqu ilə mə kuntum bihi tukəzzibun." Onlara deyiləcək ki, qiyamət günü gedin, dünyada yalan hesab etdiyiniz cəhənnəmə girin. Yəni Allah Subhanahu özü onlar haqqında xəbər verir ki, onlar dünyada ikən cəhənnəmi yalan hesab edirdilər. Və həmçinin baxsan Nisa surəsi 56-cı ayəyə Allah Subhanahu buyurur ki, "İnnellezîne keferû biâyâtinâ sevfe nuslihum nâra. Kullemâ nadicet culuduhum beddəlnâhum culuden gayrahâ liyezûkul azâb." Allah qorusun. Allah Subhanahu buyurur ki, ayələrimizi inkar edənləri oda atacaq. Hər dəfə onların dəriləri yandıqda biz onların dərisini yenisi ilə əvəz edəcəyik ki, onlar əzabı datsınlar. Həqiqətən Allah qüdrətlidir, həkim, hikmətlidir. Şeyx buyurur ki, baxdıq ayəyə də və bildik ki, Allah əzabı həm bədənə verəcək, həm də ruha verəcək. Yəni əzab həm ruha, həm də bədənə aiddir. Desən ki, sual versə qardaş, əzab hara veriləcək qiyamət günü? Həm ruha, həm bədənə. Dəlil də bu ayələrdir. Həmçinin ayədə keçir ki, onlara qaynar su içirdiləcək. O içilən qaynar su da onların bağırsaqlarını parça-parça edəcəkdir. Şeyx buyurur ki, fikir ver, bağırsaq keçdi. Bağırsaq da bədəndə olur. Yəni, bunlar hamısı dəlillərdir, qardaşlar. Əzab həm bədənə veriləcək qiyamət günü, həm də ruha. Allah bizi qorusun. Və həmçinin Buxari və Müslimin səhihində keçir ki, cəhənnəmdə kafirin iki çiyini arasındakı məsafə 3 günlük yoldur. Şeyx gətirir bu hədisi. İki çiyinin arasında məsafə 3 günlük yoldur. Yəni, bu da göstərir ki, deməli, çiyinlər olacaq. Yəni, əzab da çiyinə veriləcək, bədənə veriləcək. Fikir verdim, bağırsaqlar keçdi, dərilər keçdi. Allah deyir, onların dərilərin məhv olacaq, əzab verəcək və yenisi ilə təzdən əvəz edəcək ki, onlar əzabı datsınlar, yəni ölməklə bitməsin. Buna görə də qiyamət günü cənnət əhli cənnətə, cəhənnəm əhli isə cəhənnəmə daxil olduqdan sonra Allah Subhanahu taala ölümü heyvan şəklində gətirəcək. Və cənnətlə cəhənnəmin arasında ölümü Allah əmr edəcək, kəsəcəklər. Ölümü kəsəcək. Yəni ölümün özünü Allah öldürəcək. Qiyamət günü. Və artıq hər kəs bəlli olacaq. Bu zümrə cəhənnəmlikdir, bu tayfa cənnət əhlidir. Ondan sonra Şeyx buyurur ki, həmən günü
Cənnət əhlinin sevinci daha da artacaq ki, ölüm yoxdur da. Əbədiyyən cənnətdədirlər. Cəhənnəm əhlinin kədərin üzərinə də kədər gələcək ki, ölməyəcəklər ki, canları qurtarsın. Yox, hum fihə xalidun. Allahım bizi qorur. Onlar əbədiyyən orada qalacaqlar. Həmsinin Allahın qiyamətin son əlaməti etdiyi və insanları məhşər, yəni ərazisinə toplayacaq bir od gəlib sünnədə. Peyğəmbər sünnədə səhih hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrin görür ki, söhbət edirlər. Əbu Hureyra radiyallahu anhu rəvayət edir bu hədisi. Yəni mübahisə edirlər. Söyləyir ki, nədir, yəni nə söhbətdir? Sahabələr deyir ki, Allah Rəsulü qiyamət haqqında, qopacağı haqqında danışırıq. Allah Rəsulü buyurur ki, siz ondan öncə 10 əlamət görmədən qiyamət qopmayacaq. Yəni 10 böyük əlamət olacaq. Və sonra həmin 10 əlaməti Allah Rəsulü sadaladı. Və sonuncusu, yəni Şeyx Od haqqında danışır deyənə sonuncusunu gətirir. Adəndən, yəni Yəməndən çıxan bir oddur. Böyük əlamətlərdəndir. Yəməndən böyük bir od çıxacaq. Bu od insanları məhşər torpağına, məhşər torpağı da səhih sünnədə Şam gəlir, qardaşlar, Şam. İnsanları bu dünyada toplaşacaqları yerdir son olaraq. Həmən yerə doğru, həmən od qovlayacaq, qovacaq onları. Real bildiyimiz Şeyx buyurur ki, od olacaq. Qiyamətin böyük əlamətlərindəndir. İnsanların hamısını ora doğru qovlayacaq. Bu, yəni qiyamətin əlamətlərindən sonuncusudur və Şeyx buyurur ki, həqiqidir, haqdır. Və bundan əlavə olaraq da od bilinən əzablardan, kiçik əlamətlərdən sayılan bir oddur. Və bu əlamət artıq 7-ci əsrdə və həmçinin söyləyirlər İmam Nəvvi Rahiməllahdan gəlir, 645-də baş verib bu əlamət. Şeyx buyurur ki, Hicaz torpağından çıxan bir oddur. Bu od. Və hədisdə gəlir ki, Lə təqumus sa'a həttə təxrucu nərun min ardil Hicaz. Hicaz torpağından od çıxmamış, qiyamət qopmayacaq. Tudiyu a'naqal ibli bi busra. Allah Resulü buyurdu ki, dəvələrin, yəni boyunların işıqlandıracaq həmin od. Yəni o qədər yüksək bir od olacaq. Bunun haqqında Allah Resulü xəbər verib. Və bu od baş verib 645-də, 7-ci əsrdə. Yəni, sonra Allah Resulü buyurur ki, yəni Şam əhli də onu görəcək. Hicazda peyda olan həmin odur. Və Şeyx həmçinin gətirir ki, bu baş verdiyi, hətta alimlər söyləyirlər, İmam Nəvvi Rahimallah gətirir, həmçinin İbn Kəsir Rahimallah təfsirində söyləyir. Hətta deyə gecələr bu odun işığında yazılar deyə yazırdılar. Hətta bu odun işığında. Onun ki, Allah Resulü dedi ki, dəvələrin boynu görünəcək. İbn Kəsir Rahimallah səhv eləmirəmsə gətirir təfsirində ki, Şamda olan bədəvi ərəblər, onların dəvələrinin boyunları onun işığından işıqlanırdı. Hədisdə keçən. Təsəvvür edin. Allah bizi qorusun. Və yekun olaraq, qardaşlar, yəni bu bizim və qardaşlarımız üçün, burada olan, olmayan, hər kəs üçün bir xatırlatmadır. Çünki insan cəhənnəmi xatırladıqca Rəbbindən qorxar. Bu onun imanını artırar. İstiğfarı çoxaldar. Bağışlanmanı Allahdan çoxaldar. Və bilər ki, od həqiqidir. Və həmçinin bu məclisdən faydalardan biz bildik ki, hal-hazırda mövcuddur, dəlilləri bildik Quran və sünnədən. Və bu barədə kimlər danışır? Batini firqəsi və həmçinin Mötəzilələrin də fikirlərindəndir ki, od hələ yaranmayıb. Çünki onlar Mötəzilələrdir, Əşarilərdir, Cəhmilərdir. Onlar ağlı
nəqildən, dəlildən üstün tuturlar. Ona görə onlar dedilər ki, hal-hazırda yaranmayıb, yəni faydasızdır. Belə fikirləşdilər. Lakin Allah Subhanahu va Taala odu yaratdığını bildik və əlamətlərindən böyük od olacaq qiyamətdən əvvəl. Bu barədə də məlumatımız oldu. Allah Subhanahu Taala'dan istəyirik ki, Allah Subhanahu Taala bizi əzabından qorusun, cəhənnəmin əzabından qorusun, günahlarımızı bağışlansın və yenə də təkrar edirəm qardaşlar, istiğfarı çoxaldaq. Çünki baxsaq sünniyə Muhammed sallallahu aleyhi və səlləm gün ərzində 70 və daha çox istiğfar edərdi. Necə ki, səhih sünnədə gəlib. Və Ənəs radiyallahu anhu söyləyir ki, bizə əmr olunub gündə 70 dəfə istiğfar eləmək. Yəni, Allahım bizi bağışla. Allahım məğfir lənə. Allahım məğfir lənə, bizi bağışla. Allahım məğfir lənə. Zunubənə, günahlarımızı bağışla. Və qinə azəbənnar, bizi cəhənnəm əzabından qoru günə, ey Rəbbimiz. Gün ərzində bunu çox atmalıyıq ki, Allah Subhanahu Taala'nın məğfirətinə nail olaq. Allah bizi bağışlasın. Subhanakallahumma bihamdik və əşhədu an la ilahə illə ənt və estəğfiruka və etûbü ileyk.